Bakıda yerləşən baytarlıq klinikalarından birində pişiyin ölümü ilə nəticələnən hadisə narazılığa səbəb olub. Şikayətçi bildirir ki, heyvanı sadəcə müayinə üçün aparsa da, o xəbərsiz əməliyyat olunub və nəticədə tələf olub. Mən pişiyimi əməliyyat üçün aparmamışdım, müayinə üçün aparmışdım. Amma pişiyimə baxan kimi iynəni vurdu, mən müayinəsiz, analizsiz, bunun gözü elə bir ki, nə bilim, aparatdır. Neynədin? Hələ özüm də şoka düşdüm. Sən neynədin ona? Mən deyir, bəs narkoz vurdum, bu təcili, mütləq əməliyyat olmalıdır, olmasa sabah öləcək. Amma indi danışıqları var. Burada özü də itiraf edir ki, pişik sağlam pişikdir. Siz sual verdiniz ki, sağlamdırsa niyə əməliyyat edirsiniz? Mən bilmirdim, ora nədir da? Əməliyyat otağı kimi deyil. Elə bir çöllük düzənlik idi. Əməliyyat düz 45 dəqiqə çəkdi. 4 saatdan sonra pişik oyandı. Deyirəm, sən bunu nə üsulla belə elədin ki? Mən deyir, indiki müasir üsullarla işləmirəm. Mənim özümə məxsus qaydalarım var. Səhər durdum, gördüm pişiyin halı yoxdur. Pişiyə əlimi vururam, pişik yanır istidən. Apardım 2 kiloluq pişiyə nə qədər iynə dərman vurdu. Bir gün belə getdi. Səhəri gün görürəm ki, yox, pişiyin qızdırması düşüb indi də. Getdim, yenə həmin qaydada. Həmin o preparatları vurdu bədəninə. 2 gün sonra pişik öldü. Baxıram ki, özü kəfən nədir? Sakit. Belə dolmalıydı. Mehriban Məmmədovanın sözlərinə görə əməliyyat otağının vəziyyəti də normal olmayıb. O, klinikada antisanitariya şəraitinin hökm sürdüyünü iddia edir. Onun sözlərinə görə bir otaqda həm diri, həm də ölü heyvanların saxlanması vəziyyəti daha da pisləşdirir. Pişikləri üst-üstə yığıbdır. O pişiyin içində ölü də var, diri də var, xəstə də var. Ora xəstə gələn ölü çıxacaq, sağlam da gələn xəstə çıxacaq. Bax, bu vəziyyətdədir. Tərəfimizdən qarşı tərəfindən mövqeyi öyrənilib. Klinikada çalışan veterinar həkim Ruslan Ələkbərov deyilənlərlə razılaşmır. Stat. Özünün razılığı ilə əməliyyata girilib. Əməliyyatdan sonra səhv müalicəyə görə yox, pişik öz daxili immunitetini bərpa eləyə bilmədiyi üçün tələf olub. Bununla bağlı özünün müvafiq orqanlara şikayəti olub. Şikayət əsasında araşdırma aparılır. Təmizlik, sənəd və həkimlik ilə bağlıdır. Özünün iştirakı ilə gözünün qabağında bütün alətlər sterilizasiya cihazından keçib. Xanımın şikayətinin əsas mənbəyi odur ki, niyə əməliyyat otağında pəncərə var? Bir düşünün də, əməliyyat otağına təbii günəş işığının vurmasından daha gözəl nə ola bilər? İnsan da acılıdır. Nə isə pis yola əl atmaq istəyirsə, atsın. Statın sonu. Məsələ ilə bağlı hüquqi baxış da var. Hüquqşünas Şamil Paşayev bildirir ki, heyvana tibbi zərurət olmadan müdaxilə və qeyri-peşəkar əməliyyat qanunvericiliyə ziddir. Veterinarlar, həkim baytarlar müvafiq qaydada ali təhsilli olmalıdır. Eyni zamanda həmin fəaliyyəti həyata keçirmək üçün ixtisaslaşmış qurumdan müvafiq dövlət orqanından lisenziya almalıdır. Tibbi zərurət olmadan tibbi müdaxilə edilməsi və yaxud da səhv tibbi